İzləyicilər bir daha axşamınız xeyir olsun deyirik. Biz hər zamandakı kimi başımızın tacı olan, haqqı boynumuzda olan şəhid ailələrin yanındayıq. Boynumuzda olan borcu nəinki mənim, bütün Azərbaycan xalqının boynunun borcudur. Torpaq üzərində gəzirsə, torpaq altında yatan, vətən uğrunda canından keçən qəhrəman şəhidlərin haqları boynumuzda ödənilməzdir. Zaman keçsə də sırıqsa. Bu günləri o şəhidimizdir ki, torpaq altında yatır, arzuları yarımçıq qaldı. O ata, o ana onu əziyyətlə, zəhmətlə böyütmüşdü. Ancaq bu günləri övladın vətən uğrunda qurban verdi. Bax, gəlin belə ataların, belə anaların yanında olaq. Bax, bu günləri bizim Ruslan qardaşımızın ruhu şad olsun. Həqiqətən vətənimizin rahatçılığı uğrunda, sürəyli bayrağımızın dalgalanması üçün canın qurban verir. Bugün o atadır ki, Arif kişi var olsun. Bax, bu günləri yenə də başını dik tutaraq xalqının yanındadır. Hər zaman da deyir, vətənim sağ olsun. Bu günlər Arif kişinin ad günü idi. Sözün düzü bu gün gördü, 2-3 gün bundan qabaq idi, evdə deyildi. Ancaq biz o vaxtdan istifadə etdik, hədiyyəmizi hazır etdik. Və bu günləri bizim yanımızda olan, adı çəkilməyən dəyərli qardaşımız var idi. Həmişə şəhid evində, bugünkü günə kimi yanımızdaydı. Bu dəfə ona demədik, həmişə yanımızdadır. Bir dəfə də dedik, eləyər, var olsun deyirik. Hacı Füzuliyə təşəkkürümüzü bildiririk bu dəfə. Hacı Füzuli bizə 100 manat pul vermişdi. Yəni onu şəhid ailəsinin ad günü olan deyildi. Bu günləri çox sağ olsun, təşəkkür eləsin. Yəni mən ona görə hamısını qəpiyinə kimi deyirəm. Yəni xərclənən pulu ora 10 manatda bir sual vermişdi qazimiz. Allah canı sağlasın. 50 manatlıq hədiyyə Allah tüm şəhid valideynlərdə can sağlığı versin. Mən keçirəm Arif əmini ziyarət edib, təbrik edib. Onun başının içinə verərəm. Arif əmri edəsən. Allah səni var edəsin. Mən də bir usulaq olum. Söz yox, onun yerini verəmməli. O həqiqətən elədi. Anamız da bilir, yəni, mən nəinki məndən 100 dolar, sənin övladı biz yerin verəməyik. Ancaq sadəcə bir təsəlli olaraq özümüzə borc bilirik. Günün bugünkü ikinci yarısı olmağına baxmayaraq, saatına baxmaq olmağı gəldi ki, sənin canlı olur. Allah səni var etsin. Allah canı salamat eləsin, Allah sizləri var eləsin. Həmişə varsan elə bizim yanımızda. Anam, qurban sənə, əllərindən öpürəm bir daha, qarşında baş əyirəm. Sənin kimi ananın həqiqətən Allah canına can sağlığı versin. Bax, bu günləri elə bir anasan ki, oğlu əziyyətlə böyütsün belə vətən uğrunda qurban verdin. Yenə də başını dik tutsan. Allah səni var eləsin, anam, var olasın. Biz 6 ildir qəhrəman şəhid ailələrin yanındayıq. Biz heç kimin dediyinə baxmadan, əməlimizdən, içimizdən gələn işdir bu. Min şükür Allaha gözəl bir işdir. Bizim, belə deyək, vəzifəmiz olmasa da ancaq böyük bir vəzifəni Allah verib. Xəstələrin, imkansızların və 1 manatı götürmədən xəstə imkansızların yanında və bu gün də mənim gözəl əmmin yanındayım. Allah sənə ömür, can sağlığı. Allah sənin də canını salamat eləsin. Həmişə sən qazilərin, şəhid ailələrin həmişə sınağında durubsan, həmişə yanlarında olubsan. Çox sağ ol, sənə təşəkkür edirəm bir valideyn kimi. Minnətdarım, həmişə təşəkkür ederim. Bax, bu günləri elə dolacaq. Bu günləri bax, bu Ruslan qardaşımızdır. Bax, görün. Vətəni üçün, xalqı üçün, üçrəyli bayrağının dalgalanması üçün canın qurban verdi, təki vətən sağ olsun dedi. Bax, belə oğulların anasının, atasının yaddan çıxartmaq olmaz. Bugün rahat, sərbəst, azad, istədiyin yerə gedirsənsə, ana bacılarımız rahatdırsa, ailə uşaqlarımız rahatdırsa, vallah, göydə Allah, yerdə şəhidlərə borcdur. Bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verən qazilərimizə Allah şəfa versin. Və etiranlarımıza can sağlığı versin. Üç rəyli bayraq altda, əldə silah, isti soyuq bilmədən səngərdə şərəfsiz erməniləri bir addım da torpağımıza bıraxmayın. Havada, suda, quruda fərqi yoxdur. Azərbaycan ordusudur, bizləri qoruyur. Allah qorusun. Anam, bir daha qarşımda baş əyirəm. İstərəm sizin bir, belə deyim də, qəhrəman anası. Əmmə bir xeyir, necə sənə deyim, təbrik elə də sənin dilindən təbrik edir. Yox, özümüz istəyirsiniz. Buyur. Hə, mən də yoldaşımı təbrik edirəm. Can sağlığı, uzun ömür, xoş həyat yaşayaq, uşağımız üçün yaşayaq. İnşallah. Ancaq mən nə arzu edirəm? Onun evladı yoxdur, onun məsələn, nə bilim, həyatda heç nəyi qalmadı. Ona görə biz onun üçün həyatda onun ziyarət eləməyi bizə Allah nəsib eləsin, onun pastayını təmsil ediyor. Çox gözəl arzudur, ancaq mən nə arzu edirəm? Allah son nəfəsə qədər bir yerdə qocalsın. Allah sizin hər ikizə sağlam can versin. Allah sizin hər ikizə
ömrünüz nə qədər vardısa, Allah sizə can verib canı işləsiniz və gözəl ömür yaşayasınız. O 100 il deyirlər, hə? Vallahi o 100 il belə söz deyil. İşte ancaq Allahın verdiyi ömrü çox gözəl, çox şən, rahat, xəstə olmayasan, sağlam canla yaşayasınız hər ikiniz. Qarşıda baş əyirəm, Sağ var ol. olsun. Allah köməyin olsun, Allah razı olsun, Allah balaları qorusun. Var olsun. Sağ ol. Bir daha, hər zaman, hər an torpaq üzərində gəzirsənsə, vətəni qoruyan, ana bacını qoruyan, ana bacımızı qoruyan şəhid ocaqlarını ziyarət edəyin, yaddan çıxartmayalım, gənc nəslə çatdıralım. Allah şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət olsun. Allah İmam Hüseyndən ayrı salmasın şəhidlərimizi. Var olsun. Gecə xeyrə növbəti şəhid evində olana qədər.